Salam, dəyər yayınları, sınaq 8, 8-ci sinif riyaziyyat suallarının doğru cavablarına baxaq. 26-cı sualda aşağıdakılardan hansının qiyməti ən kiçikdir? Deməli, tangens 45-də 1, kosinus 45-də 2-də kök altda 2, tangens 30-da 2-də kök altında 3, sinus 30-da isə, üzr istəyirəm, burada 3-də kök altda 3-də. Sinus 30-da isə 2-də 1 qiymətini alacaq. Daha sonra deməli, bu 1 olduğu kimi qalsın. 2-də 1,4 olacaq. 3-də təxminən təqribi 1,7 kök çıxacaq. Bu da isə 2-də 1. Daha sonra hamısının məxrəcini bərabərləşdirsək, məsələn, bu olacaq 6-da 6, bu isə 6-da 3-ə vursaq 4,2, 6-da 2-yə vursaq 3,4, bu da isə 6-da 3. Məxrəci bərabər olanlardan ən kiçik olanı soruşduğuna görə ən kiçiyi elə olacaq 6-da 3, yəni 2-də 1. Doğru cavabımız D variantı olar. 27-ci sualda xarici bucaqlarından biri 140 dərəcə olan bucağın daxili bucaqlarından ən kiçiyi 20. Xarici bucağı deməli 140 dərəcədirsə, o zaman baxın, bura 140 dərəcədirsə, o zaman daxili bucaqda olar 40 dərəcə. Burada 20 dərəcə veribsə bizə, bura neçə dərəcə qalır? 120 dərəcə olacaq. Doğru cavab D variantı. 28-ci sualda ABCD romunda BY hündürlük, BY 24 cm. Rom bütün tərəflərin bir-birinə bərabər olduğunu bilərək AY-ni bizə 3K verib. Deməli, YD-ni bizə 2K verib. Deməli, bu hipotenuz 5K olacaq, 5K olacaq. Hamısı 5K, yəni bir-birinə bərabər olduğuna görə. Deməli, 5K-nın kvadratı 25K kvadratı çıxılsın. Deməli, 3K kvadratı 9K kvadratı bərabər də olacaq 24-ə. Buradan 16K kvadratı bərabərdir 24-ün kvadratı 576 edər. K kvadratı bərabərdir bölsək 30, üstə 48, 36. Buradan K bərabərdir 6-ya. K-nı 6 tapdıqdan sonra deməli tərəf oldu 30. Baxın, ən asan halda belə bir hündürlük çəkək. Hündürlük çəkdikdən sonra baxın, burada olacaq 24. Deməli, o zaman bura neçə olur? Üç kaydı, bura 18, bura isə 2 kaydı, 12. Burada 12 olacaq və burada 18 olacaq. Deməli, ən sadə halda olacaq 24 vurulsun 9. Bu sahənin biri S1 bərabərdir. Bir də elə bunu 2-yə vuraq. Çünki burada 2 dənə üst bucaq əməl edir. Vurulsun 2 bərabərdir. Bir də S2 olaraq 24 vurulsun 12. Bu formada. S1-də deməli elə 24 vurulsun 18 yazacaq. 24 vurulsun 18. 72 yazacaq. 3 yazacaq. 16, 192, 24. Deməli, 2, 3 yazacaq. 1 yadda, 3, 4, 432. Və digərində də 24 vurulsun 12. 48, 24, 288. Daha sonra da bunları toplasaq, deməli S1 plus S2 bərabərdir 0 yazacaq, 1 yadda, 2 yazacaq, 1 yadda, 6, 720. Doğru cavabımız A variantı olacaq. 29-cu sualda A və B rəqəmlərin cəmini tapın. Deməli, 100 A üzərinə gəlsin 10, B üzərinə gəlsin 7, çıxılsın 10A, çıxılsın B. Burada mənfi olduğuna görə bərabərdir 484-ə. Deməli, burada 10A-nı çıxsaq, 90A üzərinə gəlsin 9B bərabərdir 484, çıxılsın 7. Burada 90A üzərinə gəlsin 9B bərabərdir, deməli, çıxsaq 477. 477. 9-u buradan mötərizə xaricdən çıxarsaq 10A üzərinə gəlsin B bərabərdir 477-yə. 9-a ixtisar eləsək, deməli AB üstdən xət bərabərdir 5, 45, 27, 53. Bizdən AB-nin rəqəmləri cəmini soruşur. Təbii ki, 8B variantı.
30-cu suala baxaq. Bərabərsinin ən böyük tam həllini tapın. Bizdən ən böyük tam həlli hər tərəfi 3-ə vursaq, kəsirdən azad olsun. Deməli, x kiçikdir, -6 olar. Ən böyük tam həlli -6-dan kiçik ədəd olaraq ən böyük tam həlli sözsüz ki, -7 olar. Daha sonra -8, -9 bu formada artar. Deməli, doğru cavabımız A variantı. Hipotenuzu 65 cm, katetlərindən biri 25 cm düzbucaqlı tutulan digər katetini tapın. Yəni 65-in kvadratı çıxılsın 25-in kvadratı bərabərdir x kvadratına. Pifaqor teoreminə görə 65 çıxılsın 25 vurulsun 65 üzərinə gəlsin 25 bərabərdir x kvadratına. 65-dən 25 çıxsaq 40 vurulsun, deməli 90 bərabərdir x kvadratına. X bərabərdir olar 60 cm. Yəni doğru cavabımız A variantı. İşi Camal və Kamal birlikdə 4 saata yerinə yetirirlər. Camal və Kamal. Deməli, Camal və Kamal iki şəxsdən söhbət gedir. Camal təklikdə bu işi Kamaldan 2 dəfə tez. Camal tez yerinə yetirdiyinə görə Kamal gec yerinə yetirir. Yəni 2 vurulsun x. Yerinə yetirir. Kamal təklikdə bu işi neçə saata yerinə yetirir? Deməli, Camal, Kamal. 2-də 1 saata, bu da x-də 1 saata. İkisi birlikdə 4 saata yerinə yetirirlər və iş bitir. Deməli, olacaq deməli. X-də 4, üzərinə gəlsin, 2 ilə ixtisar gedər, x-də 2 bərabərdir 1-ə, x-də 6 bərabərdir 1, x bərabərdir 6. X-i 6 tapdıqdan sonra bizdən nəyi soruşur? Kamal. Kamal 12 saata yerinə yazsaq, 12-də 1 saata yerinə yetirər. 33-cü sualda deməli bizdən kəsişmənin sayını soruşur. N A birləşmə B bərabərdir N A çıxılsın B, üzərinə gəlsin N B çıxılsın A. Deməli, üzərinə gəlsin N A kəsişmə B. Bu formada birləşmənin sayı 8 bərabərdir A çıx B 1, üzərinə gəlsin B çıx A 2, üzərinə gəlsin N A kəsişmə B-nin sayı. Deməli, 3, 8-dən 3 çıxsaq 5, doğru cavabımız A variantı 33-də A. 34-cü sualda funksiyanın qrafik hansı rüblərdə yerləşir? Deməli, y bərabərdir mənfi, yəni kx funksiyasıdır. Kx funksiyasında b 0 olduğuna görə koordinat başlanğıcından keçir. K-ya görə 1 3-dən keçə bilər, bir də 2 4-dən keçə bilər. Bu da k mənfi olduğuna görə deməli keçəcək 2 4-dən. Yəni doğru cavabımız C variantı. Tənliyi həll etsək 3x plus 12 çıxılsın 2x üzərinə gəlsin x bərabərdir 10. Deməli 3x-dən 2x çıxsaq x qalar. X ilə də toplasaq 2x. 2x bərabərdir mənfi 2, x bərabərdir mənfi 1. Doğru cavab B variantı. Tənliklər sistemindən y-i tapın. Aşağıda verilmiş tənliyi 2-yə vursaq x plus 2y bərabərdir 0. Deməli 2-yə vursaq 4x çıxılsın 2y bərabərdir 10. Tərəf-tərəfə toplasaq 5x bərabərdir 10, x bərabərdir 2. X-i 2 tapdıqdan sonra 2 plus 2y bərabərdir 0. 2y bərabərdir mənfi 2, y bərabərdir deməli mənfi 1 olar. Doğru cavab B variantı. Sürəti 60 olan düzgün olmayan kəsrlərdən neçəsinin qiyməti tam ədəd deyil? Tam ədəd deyil. Deməli 60-ın ilə olduğuna görə 60-ı 2 vur 2 vur deməli 3 vurulsun 5. Natural bölənlərinin sayını tapaq. Çünki natural böləni olanlar nədir? Tam ədəd olacaq. Çünki tam bölünür. Deməli 2 plus 1, 1 plus 1, bir də 1 plus 1 bu formada. 3 dəfə 2, 6, 12. Deməli 12-si tamdır, 48-i isə tam ədəd deyil. ABC D-yə AC-yə paralel, AC 70, AC-ni bizə 70 verib. AD-ni 3K, DB-ni isə 7K verib. Bizdən nəyi soruşur? DY-ni soruşur. DY-ni X deyək. Deməli, burada oxşarlıqla yazsaq, 7K-nın X-ə
nisbəti bərabərdir 10K-nın da 70-ə nisbəti olacaq. Təbii ki, 7K vurulsun 70 bərabərdir X vurulsun 10K. K-ya ixtisar eləyək, 10-a ixtisar eləyək. Deməli, K bərabərdir 49. Doğru cavabımız A variantı olacaq. Radiusu kök altda 2 misinə bərabər olan vətər çevrəni hansı nisbətdə bölür? Deməli, radius R, o zaman vətər olacaq kök altında 2 R olacaq. Burada deməli, kök altda 2 misinə bərabərliyini soruşursa, sinusdan baxsaq, sinus 1 bölünsün. Deməli, 90-ın 270-ə nisbət o da bərabərdir. 90-a ixtisar eləsək 3/1. B variantı. Koordinat başlanğıcına nəzərən A2 sıfır nöqtəsinə görə simmetrik olan koordinat başlanğıcına görə olduqda hər ikisi dəyişirdi, yəni işarələri. Təbii ki, sıfırın işarəsi olmadığına görə -2 sıfır olar C variantı. 3 kökdə 5 ədədi hansı iki ardıcıl ədəd arasında? Deməli, kök altına daxil etsək, kök altına 45 olar. Burada təbii ki, kök altına 49 olar. Yəni, bir tərəfi 7, 6 və 7 arasında. Deməli, 42-ci sualda bizə verilib 6 kiçikdir A kiçikdir 9, 4 kiçikdir B kiçikdir 5 olarsa, fərqini soruşursa, deməli, 6-dan 5 çıxmalıyıq çarpaz şəkildə. 1 kiçikdir A çıxılsın B kiçikdir 9-dan 4 çıxsaq 5. Deməli, 1, 5. Doğru cavabımız B variantı. Trapeziyasında M-in orta xətt AD 24, BC 16. Şəklə əsasən FY-ni tapın. Aha, burada deməli FY bərabərdir bunların fərqinin yarısı. Yəni 24 çıxılsın 16 bölünmüş 2. Bu da 8, 2-yə bölsək 4. Doğru cavabımız C variantı. Funksiyasında x-in hansı qiymətinə y müsbət olur? Y müsbət olması üçün ki, x çıxılsın 6 böyükdür 0 olması lazımdır ki, x böyükdür 6, x böyükdür 3-dən. X böyükdür 3 qiymətində Elvin hər il əvvəlki ilin 10% qədər artım verən banka, deməli, SM bərabərdir, birbaşa düstur yazda, S vurulsun 1 plus P vurulsun N bölünsün 100. Buradan da SM bərabərdir, deməli, qoyulan məbləğ 2000 vurulsun 1 plus, deməli, faizi 10 vurulsun 2 bölünsün 100. Buradan da yenə də SM bərabərdir. 2000 vurulsun 10'da 2, 1/2. Deməli, eləyəcək 1200, 2400. 2400. Doğru cavabımız B variantı. Uyğun tərəflərin nisbəti 1,4 olan iki oxşar üstüzanın perimetrlərin nisbəti. Deməli, perimetrlərin nisbəti deyirsə, elə perimetrlərin nisbəti də 1,4 olar. Sahə olsaydı kvadrat, həcm olsaydı kuba yüksəltməliydik. Deməli, buradan daha sonra x kubu, yəni bu nə deməkdir? X çıxılsın 1, bir də x kvadratı üzərinə gəlsin, x üzərinə gəlsin 1-in açılışı. Məxrəcdə isə x kvadratı üzərinə gəlsin 2x üzərinə gəlsin 1 çıxılsın x. Yenə də sürəti olduğu kimi saxlayaq. X çıxılsın 1, x kvadrat üzərinə gəlsin x plus 1. Məxrəcdə isə x ilə x kvadrat üzərinə gəlsin x üzərinə gəlsin 1. Bunlar getsə qalır x çıxılsın 1. 48-ci sualda düz xətlərinin kəsişmə nöqtəsindən və A11 nöqtəsindən keçən düz xəttin buzaq əmsalını tapın. Deməli, kəsişmə nöqtəsi deyirsə, bərabərləşdirməliyik. 4x çıxılsın 4 bərabərdir x plus 2-yə. 3x bərabərdir 6, x bərabərdir 2. Deməli, biri olur 2, 0 nöqtəsi, biri də olur A-nın 1 nöqtəsindən keçən düz xəttin buzaq əmsalını soruşur. K bərabərdir y2 çıxılsın y1 bölünsün x2 çıxılsın x1 bu formada. K bərabərdir, deməli y2 neçə oldu? 0 çıxılsın 1 və yaxud da ki 1 çıxılsın 0 fərq yoxdur. Deməli 2 çıxılsın, o zaman 0 çıxılsın 1 çıxılsın 2. Cavabımız eləyir -1.
K-mız oldu -1. Uyğun tərəflər perpendikulyar olan bucaqların fərqi cəminin 60%-nə bərabərdir. Fərqi alfa çıxılsın beta bərabərdir. Cəminin 60%, yəni 180-in 60%-nə bərabərdir. Cəmi də məlum məsələdir ki, 180-dir. Buradan sonra ixtisar getsə və tərəf-tərəfə biz toplasaq 2 alfa bərabərdir. 6-nı 18-ə vursaq 108, 180 ilə toplasaq 288. Buradan alfa bərabərdir 144 dərəcə. Bucaqların ilə böyüyünü soruşur 144 dərəcə. Deməli, ifadəni sadələşdirin və ən böyük qiymətini tapın. İfadəni sadələşdirsək, x kvadrat üzərinə gəlsin 4x üzərinə gəlsin 3x üzərinə gəlsin 12 çıxılsın. Deməli, qarşıda mənfi olduğuna görə hamısının işarəsi əksinə dəyişəcək. Olacaq 2x kvadratı çıxılsın 4x çıxılsın x çıxılsın 2 və bərabərdir. 4x, 3x. Deməli, 4x ilə islah olunar. X kvadrat mənfi x kvadrat olar. 3x. Burada isə mənfi x. Üzərinə gəlsin 2x. 12, 2. Üzərinə gəlsin 10 da bərabərdir. Mənfi mötərizə xaricdən çıxaraq x kvadratı. X kvadratı çıxılsın 2x. Çıxılsın 10 olacaq. Bu da bərabərdir. Bərabərdir. Deməli, mötərizənin içərisində olan ifadə x çıx 1-in kvadratı çıxılsın 11. Çıxılsın 11 olacaq. Çünki mötərizənin içərisində 1 olduğuna görə çıxılsın 11. Və qarşıda da mənfi olduğuna görə deməli 11. Ən böyük qiymətini soruşurdu. Doğru cavabımız oldu 11. Sağ olun, hər birinizə uğurlar.